Salam. Bugün sənin bizə təqdim etdiyin mənbələrə əsasən biraz həssas bir mövzunu müzakirə edəcəyik. Yəni, bəzi qadınlarda xəyanətə işarə edə biləcək davranış dəyişiklikləri. Amma başdan deyək, məqsəd kimisə ittiham etmək deyil sadəcə, məlumatları anlamaqdır. Gəl başlayaq. Bəli, salam və çox vacib bir məqamı vurğuladın. İnsan davranışı, çox mürəkkəbdir. Bir dəyişikliyin onlarla səbəbi ola bilər. Mənbələr bəzi, potensial nümunələri göstərir, amma bu dəqiq diaqnoz deyil, qətiyyən. Elədir. Bax, mənbələrdə ilk diqqət çəkən şeylərdən biri ünsiyyətdəki soyuqluqdur. Məsələn, əvvəl çox yazışan biri indi mesajlara gec cavab verir ya da gələcək planlardan qaçır. Baxarıq, hələ bilmirəm tipli cavablar. Hə, ya da sənin problemlərinə, həyatına marağı azalır sanki, əvvəlki kimi dinləmir, dəstək olmur. Bu, bəli, potensial emosional uzaqlaşma göstəricisi ola bilər. Maraqlıdır. Mənbələrdə qeyd olunur ki, bəzən də tam əksi olur. Yəni, səbəbsiz yerə çox pis davranmağa başlayır ya da qəfildən həddən artıq nəzakətli, diqqətli olur. Deyirlər bəlkə günahkarlıq hissini bastırmaq üçün. Bəli, bu da var. Hətta bir mənbə daha irəli gedərək deyir ki, qadının əhvalının kəskin dəyişməsi, gah yaxşı, gah pis olması, bəzən o digər münasibətin vəziyyətindən asılı ola bilər. Orada işlər yaxşıdırsa sənə soyuq olur, orada pisləşəndə sənə yaxınlaşır. Təbii ki, bu sadəcə bir fərziyyədir. Həmin o emosional məsafə deyəsən telefona da təsir edir. Mənbələr telefonla bağlı qəfil artan məxfiliyə çox toxunur. Birdən-birə şifrə dəyişir, telefonu həmişə üz aşağı qoyur. Hə, ya da bildirişləri səssizə alır. Əvvəllər rahat olan insan indi telefonu əlindən yerə qoymur. Hətta, tualetə gedəndə belə özü ilə aparır. Düzdür. Hətta bir taktikadan da tanışılır. Kimin nəsə danışır, amma adını rəfiqə adıyla yazıb, sonra da sənə arxayınlıqla bax filan kəslə danışıram deyib screenshot ata bilər. Bax, münasibətdə şəffaflıq önəmlidir axı. Belə qəfil, izahsız gizliliyin artımı təbii ki, sual doğurur. Amma yenə də deyim, bəlkə tamam başqa səbəbi var. İşlə bağlıdır, ya dostları ilə özəl söhbətidir. Tələsik nəticə çıxarmaq olmaz. Razıyam. Telefonla bağlı bu məqamlar bəzən başqa bir dəyişikliklə, xarici görünüşə diqqətin artmasıyla üst-üstə düşür deyirlər. Yeni paltarlar, daha cəzbedici geyim tərzi, saç düzümü, makiyaj, bəlkə idmana başlamaq. Bəli, bu da qeyd olunur. Sanki kiminsə üçün, yəni yeni bir insan üçün daha cəzbedici görünməyə çalışır. Amma bu da mütləq deyil. Bəzən insan elə özü üçün də dəyişiklik istəyir, gözünə inamını artırmaq üçün. Amma maraqlı bir təzad da var. Mənbələr deyir ki, başqaları üçün bəzənən insan sənin yanında əksinə daha rahat, hətta biraz səliqəsiz də görünə bilər. Sanki artıq sənə təsir bağışlamaq maraqlı deyil. Psixoloji baxımdan bu bir növ artıq sənin fikrin önəmli deyil, mesajı kimi də yozula bilər. Amma dediyim kimi bu çox individualdır. Sonra müdafiə mexanizmləri məsələsi var. Mənbələr deyir ki, bəzən xırda şeylərdən dava salır, səbəbsiz yerə sənin üstünə düşür. Ya da ən qəribəsi, səni xəyanətdə ittiham edir. Proyeksiya deyirlər buna, elə? Bəli, proyeksiya. Psixologiyada çox məlum bir şeydir. İnsan özündə qəbul etmədiyi bir şeyi, bir hissi, bir davranışı başqasına yükləyir. Mənbələrə görə bu həm günahkarlıq hissini azaltmaq cəhdidir, həm də bəlkə şuuraltı olaraq münasibətdə məsafə yaratmaqdır. Davamlı mübahisələr də bəlkə elə bu məsafəni artırmaq üçündür. Ola bilər. Ya da gərginliyi atmaq, ya da hətta, ayrılıq üçün bir zəmin hazırlamaq kimi də görünə bilər bəzən. Amma bunlar hamısı fərziyyələrdir təbii. Ünsiyyət, telefon, görünüş, bir də vaxt məsələsi var. Tez-tez məşğulam deməsi. İşdəyəm, qızlarla görüşürəm kimi bəhanələr çoxalıb. Evə gec gəlmələr, plansız səfərlər. Hə, vaxt bölgüsündəki dəyişikliklər. Əvvəllər hər boş vaxtını səninlə keçirməyə çalışan insan indi sanki qaçır və ya sənin qəfil, xəbərsiz gəlişlərindən narahat olur, panikaya düşür. Fiziki yaxınlıq mövzusu da var. Ya tamamilə qaçır, ya da əksinə, münasibətdə nəsə qəribəlik, mexaniklik hiss olunur. Elədir.
Zaman və fiziki təmas bunlar münasibətin sütunlarıdır. Buradakı dəyişikliklər əlbəttə ki, siqnal ola bilər. Bir mənbədə hətta deyilir ki, qadınlar çox vaxt hissləri olmayanda fiziki yaxınlıqdan kişilərə nisbətən daha çox çəkinir. Amma yenə də israr edirəm, yorğunluq, stres, başqa problemlər min bir səbəb ola bilər. Deməli, toparlasaq, mənbələr bir sıra potensial işarələrdən danışır. Ünsiyyətdə soyuqluq, telefonda gizlilik, görünüşdə qəfil dəyişikliklər, vaxtını başqa cür keçirmə, fiziki məsafə, müdafiə mexanizmləri. Amma təkrar edək, bunların heç biri tək başına nəsə demək deyil. Qətiyyən, kontekst çox vacibdir. Münasibətin ümumi vəziyyəti, insanın xarakteri, həyatındakı digər faktorlar. Bunları nəzərə almadan bir-iki işarəyə görə hökm vermək çox yanlış olar. Mənbələrin özləri də bunu deyir. Onda belə çıxır ki, bu əlamətləri axtarmaqdansa, Bax məncə, sonda sənin üçün əsas düşüncə bu olmalıdır. Əgər münasibətində nəsə səni narahat edirsə, nəsə düz getmədiyini hiss edirsənsə, bu əlamət siyahısı ilə özünü daha da çox stresə salmaqdansa, ən yaxşısı nədir? yəqin ki, danışmaq. Bəli, cəsarətini toplayıb, partnyorunla açıq, səmimi danışmaq, nə hiss etdiyini, nəyin səni narahat etdiyini demək, suallarını birbaşa ona vermək. Bəlkə də cavab elə oradadır. Bu qədər dolaylı yollara ehtiyacı yoxdur. Bu, hər zaman ən sağlam yoldur.